Diqqət! Tez-tez susuzluq, halsızlıq və bulanıq görmə hiss edirsiniz? Bu, yüksək şəkərin ilk siqnalları ola bilər. Şəkər xəstəliyi, diabet, qanda qlükozanın artması ilə yaranır. Bu prosesdə mədə altı vəz insulin ifraz edərək şəkəri tənzimləyir. Problem yarandıqda isə bu balans pozulur. Diabetin iki əsas tipi var. Birinci tip adətən anadan gəlmə olur və ya gənc yaşlarda yaranır. Bu zaman orqanizm insulin istehsal etmir və xəstə mütləq insulin istifadə edir. İkinci tip, sonradan, əsasən 30 yaşdan sonra yaranır. Bu halda insulin var, amma orqanizm ona düzgün reaksiya vermir. Əlamətlər: tez sidiyə getmə, ağız quruluğu, halsızlıq, bulanıq görmə və gec sağalan yaralar. Bu zaman orqanizmə düzgün dəstək vacibdir. Qlükanol, şəkərli diabet zamanı dəstək üçün bioloji aktiv qida əlavəsidir. Qanda şəkər səviyyəsinin normallaşmasına kömək edir. İnsulin ifrazının tənzimlənməsinə kömək edir. Maddələr mübadiləsinin normallaşmasına kömək edir. Hipoglikemiya riskinin azalmasına kömək edir. Şəkərinizi nəzarətdə saxlayın. Qlükanolla sağlam həyatı seçin. Sifariş üçün elə indi müraciət edin.